İslam kölə saxlamağa icazə verir. Kölələri satın almağa da icazə verir. Amma özündən əvvəlki tutaq ki, ərəb adətlərindən fərqli olaraq kölə əldə eləmək məsələsini məhdudlaşdırır. Yəni kölələr necə əldə oluna bilər? İslamda əslində bunun bir dənə yolu var, faktiki olaraq, şəri olaraq icazə verilən. O da müharibə əsirləridir. Yəni başqa yolla kölə əldə eləməyə icazə vermir İslam, ən azından nəzəri olaraq. Faktiki olaraq məsələ başqa cür olub. Qadağalar burada var ki, məsələn, hansı insanları müharibədə belə əsir götürsəz belə kölə eləmək olmaz. Birinci kateqoriyadır ki, müsəlmanları eləmək olmaz. Əgər iki müsəlman vuruşursa, iki müsəlman ölkəsi bir-biri ilə, məsələn, uduzan müsəlman ölkəsi hər hansı iki tərəfdən birindən götürülən müharibə əsirləri kölə oluna bilməz. Amma əslində bu heç vaxt belə olmayıb tarixdə. Çünki iki müsəlman ölkəsi bir-birinə vuruşanda bir tərəfin üləması digər tərəfi təkfir eləyib və onlar rəsmi olaraq müsəlman olmadıqlarını elan edib və yenə də götürülən əsirləri kölə eləyiblər.